Ay qardaşım, ay gözəl insan. Sən onsuz da bunu alan deyilsən. Ay mənim qardaşım. Bu 3-5 motordur. Videoda da demişəm ki, qardaş, bunun rastamoşkası od qiymətinədir. Dünən bəlkə bir 30 nəfər bu maşına görə mənə zəng vurub. Deyirəm də, qardaş, bunun rastamoşkası 20-25 mindir, düzdür? Maşının da qiyməti deyək ki, 14 min, 15 min dollar. Sən bunu alan deyilsən, ay gözəl qardaş. Ay mənim dəyərli qardaşım. Maşını almırsan, amma bizim vaxtımızı alırsan, ay əzizim. Sən bunu almayasan axı, niyə zəng vurursan, ay gözəl qardaş? Yəni darıxırsan, çox gözəl, Allah köməyin olsun qardaş. Biz darıxan insanlarla söhbət servisi deyilik qardaş. Biz burada fəaliyyət göstəririk. Xarici ölkədəyik, hər dəqiqəmiz, hər saniyəmiz puldur, şotçik yazır, ay gözəlim, ay qardaşım, ay mənim əzizim, hər dəqiqəmiz şotçik yazır, fırlanır şotçik. Sən bu 3-5 alan deyilsən axı, bunu rastamoşkasına pul verən deyilsən. Heç 2-5-i belə rastamoşka bu dəqiqə eləməyi insanlar istəmir. Yəni 2-5-ə belə pul vermək istəmirlər. Qaldı ki 3-5-i rastamoşka eləsinlər. Mən sadəcə olaraq çəkdim, dedim bu qəşəng maşındır, gözəl maşındır, əla maşındır, amma rastamoşkası bahadır. Mənim əzizim, gözəlim. Hətta dedim bir 20-25 min, yəni rahat tutur bunların rastamoşkası. Yəni bizim qismətimiz gətirməyib də. Biz qardaş, bu insan dünyaya göz açanda bu doğulduğu yeri seçə bilmir də. Bu andıra qalsın da qardaş. Burada bunun rastamoşkası 1000 dollar, 2000 dollardır. İndi bizdə belə gətirib də qismətimizdən ağayrıq.